Aziz qardaşlarım, bacılarım, gözəl insanlar. Bu müqəddəs ucağa gələnlər şübhəsiz gözəl insanlar var. Başqa bir mümkün deyil olsun. Bu yer elə bir gözəl yerdir ki, buranın çox qədim bir tarixi var. Yəni Şah İsmail dövründə hətta buna rast gəlinir. Mən düşünürəm ki, Pəncəlinin adının özündə bir simvolika var. Heç bir yerdə mən Pəncəli adına rast gəlməmişim həqiqətən. Baxın, Pəncəli. Bu ad özü göstərir ki, bu qəhrəman olmalıydı, bu şəhid olmalıydı. Öz toyunda işıqda göstərir, bu şəhid olmalıydı. Niyə? Çünki Pəncəliyə laylanı bu dağlar çalır. Pəncəliyə saf suyu, təmiz suyu, pak suyu bu dağlar içirir. Pəncəliyə müqəddəs çörəyi bu dağlar verir. Ona görə də əlbəttə ki, o böyük yolun yolcusu olmalıydı. Zirvələr çoxdur. Şair də zirvədə ola bilər, rəssam da ola bilər, usta da ola bilər, hər kəs ola bilər. Bu zirvəni fəth edə bilər. Amma şəhərlik zirvəsi elə bir zirvədir ki, orada şəhərlik zirvəsi özü şəhid olur. Görmən deyirəm, heç bir zirvədə şəhidlik yoxdur. Amma şəhərlik zirvəsi o zirvədir ki, orada zirvənin özü şəhid olur. Və insanlar o zirvəyə qalxan cismən şəhid olsa da ruhan Allah'ın dediği, yani mahrem evi deyilən bir cennet var. O cennette onun ruhu ebedi olur. Pəncəli Teymuru harada doğulur? Yani burada doğulur. Göre burada daha kim doğulur? Burada Şah İsmail'in sirdaşı. Şah İsmail'i böyle 7 insandan biri. En büyük sirdaşı. Onun ordunun baş komandiri. Onun saray mahallesinin reisi. Abdülali Bey Dağda da Talış doğulub burada. Abdülali Bey Dağda Talış. İki Astaralı olub onun, yani o 7 nəfər arasında. Biri Fadim Bey Xürafədir, bir de Abdülali Bey Dağda Talışdır. Buna hər ikisi tarixi şəxslərdir. Hər ikisi ölüm tarihi də məlumdur. Abdülali Bey Dağda Talış o şəxsdir. Burada da olub və hətta Şah İsmail atası Şirvan yürüyüşə gələrək orada da bu yürüyüşün də iştirakçısıdır. Allah onda rəhmət eləsin, çünki ondan belə insanlar törəməz. Belə insanlar əmələ gəlməz. Belə insanlar yaranmalıdır. Məmməd Araz deyir ki, xətailin qılıncını suvardım. Məmməd Araz karandaşlı göyərdi. Mənsə deyirəm, xətailin qılıncını suvardı. Ondan kim yarandı? Pəncəli Teymuru kimi böyük qəhrəman. Pəncəli Teymuru unudulmaz bir qəhrəmandır. Bizim prezidentimiz, möhtərəm prezidentimiz ona görürsünüz necə dəyər verdi. Ben bilirəm ki, bu devam edəcək. İnşallah bir gün görək onlardan metroda olacaq, Bakıda böyük küçələrdə olacaq. Çünki bənzəsiz qəhrəmandır. Belə qəhrəmanlar 100 ildən yox, 500 ildən bir doğulur. Necə ki, bizim bölgəmizin böyük qəhrəmanlar olub, Əzi Aslan olub və qeyrilər olmuşdur. Pəncəli Teymur oğulları davamçılarıdır. Allah onun ruhunu rəhmət eləsin. Bizim borcumuz onu ziyarət eləmək. Mən Vahimə anaya dedim, mən təkrar yenə bura gələcəyəm. Özüm gələcəm, 2-3 nəfərlə gələcək bura inşallah. Təkrar onu ziyarətə gələcək. Allah rəhmət eləsin. Sizə Allah can sağlığı versin.